Ləman xanım, biz sizinlə bugün geri hərəkət eləyəcəyik, yəni arxa-arxaya sürəcəyik. Yadında saxla, sükanı hara çevirsən, avtomobilin arxası o hissə gedir, önü əksə yanılır. Məsəl üçün, bax, mənim digər telefonum haradadır? Məsəl üçün, bu tutaq ki, avtomobildir. Sən sükanı sağa çevir yavaş-yavaş. Bax, məsələn, belə çevirsən də bəs edir. İndi əlimə diqqət edərsən, sağa çevirdiyin an arxası sağa gedəcək, önü sola yanılacaq. Əlini düzəlt, maşın önünü düzəldi. İndi sükanı sola çevir, zəhmət olmasa sola, sən tərəfə. Bax, sola çevirərkən arxası sola, önü sağa yanılır. Bax, bu zaman nə etməliyik? Bax, diqqətlə sağımızda həm sarı xətt var, həm də bordür var. Əgər bordür varsa, yəni onu bizim dildə bördür deyirlər, bördür varsa, bördürlə paralel sürməyi bacarmalıyıq. Onunla müəyyən qədər məsafə saxlamalıyıq. Nə çox uzaqlaşmamalıyıq, nə də çox yaxınlaşmamalıyıq. Bizim üçün bu sarı xətt bir sərhəddir. Yəni, yanından körşənə şəklində sürməyəcək. O sarı xətt bizim üçün bir sərhəddir. O sarı xətt nədir? 1.4 üfüqli nişanlama xəttidir. 3.27 dayanmaq qadan nişanı var, X görmüsən yollarda. Həmin o nişanla birlikdə tətbiq olunarsa, dayanmanın qadan olduğu yeri bildirir. Amma bizim bəzi yollarda nişansız çəkirlər o nişanlama xəttini. O düzgün deyil. Orada 1.1 üfüqli nişanlama xətti olmalı. Yəni o nişanlama xətti ağ rəngli olmalıdır. Əgər nişan yoxsa ağ rəngli olmalıdır. İndi bu da sarı rəng çəkilibdir. Yəni burada dayanma, durmaq qadağan deyil əslində. Çünki nişanlama xətti öz qüvvəsini itirir. İndi elə sürəcəyik ki, o sarı xəttə paralel sürəcəyik. Sarı xəttdən bu tərəfə keçməyəcəyik sağa, bordürə doğru, ya da çox uzaqlaşmayacağıq. Çünki sarı xəttlə bordür arasında bir təkən enindən də az məsafə var. Ona görə də sarı xəttdə özümüzə rəhbər tutacağıq, bir cizgi tutacağıq, okey? Tormuz əyazını axıra kimi sıx səhv olmasa, qoy reverse rejimdə. İndi bax, əllər üstü istiqamətində biraz yaxınlaş. Yaxınlaşmaq üçün demişdik ki, afərin sənə, əhsən, sağa doğru götürür yanımızı. İndi diqqət elə, narahat olma, gəl, hələ yerim var. Yarım sağ elə. Bax, arxa qapını tutacağı. Bax, sən sarı xətti keçdin. Qoy sarı xətti keçsin, narahat olma. Gəl. Sanki bordür uzanıb qalxdı. Hiss elədin. İndi sükanı çevir sola. Ki, dəyməsin ona. Həm də önümüzə elə. Çevir, narahat olma. Çevir. Yaşa. İndi bax, diqqətlə çevirsin nə baş verir. Xəttdə düzgün paralel şəkildə düşdük və yaxınlaşdıq. Əlini düzəldik dərhal. Əhsən. İndi 3-9 qana tut, bax, bu məsafəni qoru. Yəni, çox yaxınlaşma, çox uzaqlaşma. Diqqət elə, sanki bizim qapının tutacaqları düz xəttin üzərindədir. Bax, bu temlə tutaq verək, oldu? Çox yaxşı irəliləyirsiniz. Orta gücdən baxı gələn varmı? Sol gücdən baxı gələn varmı? İndi sağ gücə baxın, zəhmət olmasa. Xəttdən uzaqlaşmırıq. Xətti keçməməliyik bordürə doğru. Əhsən. Aferin. Xətt fikirləsən artıq solğundur, birazdan görsənməyəcək. Artıq yerdəki bordür görürsünüz. Bordürü uyğunsun birazdan. Stop. Əlasın. Başa düşdünüz? Deməli, sükanı hara çevirsə, avtomobilimizin arxası ora gedəcək, önü əksə yanılacaq. Sükanı sağa çevirərkən arxasını bordürdən qorumaq lazımdır. Çünki arxası bordürü, önü sola yanılacaq. Sükanı sola çevirərkən, yəni bordürdən uzaqlaşarkən, sən sola çevirsə arxası uzaqlaşacaq, amma önü yaxınlaşacaq. Bu zaman önünü bordürdən qorumaq lazımdır. Anladınız? İndi sürüm qarşıya gedib təkrar edək. Çəkiliş dayandırıram, amma dərsimiz davam edir.